Şəfa qızım, öz aramızda restorandakı aşpaz səndən yaxşı pişirir ha yeməkləri. Əladır ki, onda hər axşam bura gələrik. İnci xanım yenə havalarda uçur. İnci qızım, yaxşısan? Ata özünü yormaya, bu dəqiqə əhatə dairəsi xərcindədir. Onsuz da bizi eşitmir. Nəsə olur? Biz soruşmalıyıq da, nəsə olur? İnci qızım, biz səni göndərmişdik ki, əl-üzünü yuyub gələsin. Deməmişdik ki, özünü orada qoyub gələsin. Birdən-birə başım ağrıdı ata. Bəlkə gedər. Təzə gəlmişik elə. Mən yeməkdən sonra çay içəcəm. Şəfa qızım, Acın deyirsə getməyə lazımdır. Sözlərmiş oldu yanımda. Nəsə dedin? Heç nə, deyirəm, İnci deyirsə getmək lazımdır. Bir dəqiqə olar. Abalo, sən nə danışdığımı bilirsən? Müəllimə, siz də yaxşı bilirsiniz ki, Turalın psixoloji vəziyyəti yaxşı deyil. Tural Banunun başına oyun açmağı fikirləşirmiş. Yox, fikirləşmir. Artıq oyun açmağa başlayıb. Düzdür, mən ona nə qədər dedim ki, cəmaatın qızı ilə oyun oynama, amma mənə qulaq asmadım. Bunları sizə ona görə deyirəm ki, bəlkə sizə qulaq asdı. Mənim oğlum, hə? Mənim oğlum. Mənim oğlum Banunun başına oyun açmağı fikirləşirmiş, hə? Oyun açırmış o qızın başına. Müəllimə, nə olar, sakitləşin. Onsuz da olan olub. Yəni, bunları sizə deməkdən məqsədim odur ki, bəlkə Turalı siz yola gətirdiniz. Amma sizdən bir xahişim var. Bunları sizə mənim dediyimi heç kimə deməyin. Sən narahat olma. Xahiş edirəm. Narahat olma. Neyinirsən ha Pərviz? Yığışdır bıçağı. Adam kimi söhbət eləyib geyirik də, ha? Görüm indi bıçaqsız da gözümün içine elə baxa biləcəksən, hə, çaqqal. Çaqqal sən ki, bala kişini döyüb üstümə atsan. Dağ çatmışam, sözün nədir? Ağzın qatığını dağıtma, bu da göz gödüb patladacaq. Hə, bu gedə güdələrə baxal, ağzından südü gəlir, söhbətə gəliblər. Bir dəqiq, birincisi südü mən içmişəm, ikincisi ki, əcəmi. Hə, get onda südü ver. Allah bir dəqiqə deyən süd mülk, qaqaş, bu kuruqda süd işləməm mən. Onda get işinlə başla. Allah bir dəqiqə. Gel kızım, sen de kurs yoldaşlarına davetname yaz. Qızım eşitmişsən? Kızın elə bir dili tutulur. Ay kız, niye robot gibi dayanmışsan? Gel. Heyecandan üstü verir. Mənim qızımın üstünə çox getməyin ha. Oğlum evlendir, benim oğlum evlendir. Qaynana ki, qaynana da. Az niyə demirsən ki, qızım gəlir, qızım? Kulak atsın. Belki mesleğini bizde. Bizde ama birinci torun. Havasını yakma olmuşuyor, çağır. Ay kızım. Ay kızım. Düşün. Koy kızım. Ay kızım. Su! Ne çelimsiz kızdı. Niye yüreğe gitti? Biraz kənara çəkil, qoy hava gəlsin. Gülşah! Ne oldu su? Aşk güzel kızım. Başına gel kızım. Özü geldi. Ayıldı diyesen. Yaxşı. İndiki kızlar belədir də. Diyeta saxlayırlar, sonra sərilirlər yerə. Yaxşı, budur biz gedək. Sabah da nişandır da, ha? Qoplar da dincəlsin. Yaxşı. Gülşən, hər şeyi almışam. Belə komplektdən tutmuş paltara qədər. Sabah gəlin qaynana, xınada süzərik. Qızım. Yaxşı.
Qıştırmış nə mənə? Sağ ol. Gedək sizi yola salım. Mənim gələn gündən özünü qəribə aparırdı. Bir tərəfdə Gülşənlə maraqlanır. Bir tərəfdə gözünü məndən çəkmir. Yaxşı ki, vaxtımda gördüm gözlərimdə. Necə görə bilməmişəm Banu ilə onu. Sevgili ne ister görəsən? Axmaqsan, inci axmaq. Geçen gün de yanında telefonla zəng geldi. Ad yerine ürək vardı. Ben niye onu sevdim ah? Ben niye başka şeyler fikirləşdim? Ağlayırsan? Ay kız ne olub? Niye ağlayırsan? Dede. Təzə ata-anana görə? Bəsdir də Şəfa, bəsdir Şəfa, bəsdir, bəsdir! Ay çək məndən! Bağışla. Fikrim başka yerdedir. Xəstə qızı, xəstə. Hardan gəldi yetişdiyə bizə? Ata-anası tapılsaydı cəhənnəm olardı. Psix. Hanım hanım. Mama. Bir ana oğlunu niye öpmez? A variantı. Onunla zarafat eləyir. B variantı. Onu hayatından silip. C variantı heç biri. Onda D variantı. Oğlu əclaf olduğuna görə, oğlu mərci girib qızı aldatdığına görə başqa variantda deyim sənə, hə? Yoxsa bunları yalan olduğunu deyim məni utandıracaqsan, hə? Utandırmayacağız. Ucu utandırmışım. Sabah, səhərin gözü açılan kimi gedirsən universitetə. Bir hər şey Banuya danışırsan. Başından böyününə qələt elədiyini deyirsən. Özünə cəhənnəm olub rədd olub çıxırsan qızın həyatından. Eşitdin məni? Yoxsa özüm gedib hər şeyi danışacağım. Mənə oğlunu satdırma. Ana, yadına gəlir, uşaq vaxtı bir gəlinliyim var idi. Tez-tez onu geyinib güzgüdə özümə baxardım. Mənim sənə verdiyim sual yadındadır. Ana, mən əsl gəlinliyi neçə yaşımda geyinəcəm? Sən də dedin ki, tələsmə qızım. Tələsmə. Hələ məktəbə gedəcəksən. Sonra universitetə. Oxuyacaqsan.
işləyəcəksən. Sonra əsl gəlinliyi geyinəcəksən. Mən də qorxurdum ki, həmin vaxtda ölərəm. Amma kaş öləydim ana. Kaş öləydim, amma bu qədər tələsməzdim. Qurban olum gözlərinə. Elə demə. Ağlama. Olma. Və məndən də gözlərimə qurban olma. Mən gələcəyimə sizə qurban verdim ana. Qalar, bəlkə deyirəm axşam kluba gedək, çoxdan da getmir, heç şey. Gedə də, mən razı. Nurlan, Deyirsən? nə bilim, baxarıq da uşağı. Sən də lap qız bibi olmusan, gedib evdə qabza duyarsan. Niyə satmırsan? Adımızda kişi var. Sənə ha? Niyə satmırsan məni? Kartof satsan sənə sataq. Özünü yığışdır, adam kimi danış, görə kim kimsən. Mama hər şey bilir, Banlı Məcdud uzluğumu. Bu söhbəti bizdən başqa heç kim bilmir. Nurlan, kim deyə bilər bu söhbəti? Mən nə bilim ha? Ala bilmirəm, hansı zibil satıbsa, mama bu məsələni bildirsə, Banlı da biləcək. Sən narahat olma. O ağız dağına kimdir sən? Mən onu salıb ağzını burnunu dağıtacaq. Gəc otur görüm. Özü əlal biraz. Ala ağzınızdan yiyəli eləyin sizdə. Söz olub gəlib deməyin heç kim. Dedim sənə burada deyən olmayıb da. Get kim deyib onu tap. Allah Allah. Var mı bu mekanda bize çak bakar? Belə qədər. Девочки, приятный аппетит var. Tombi, oradan bıraklara çay. Qəşəng, qəşəng. Qəşəng, qəşəng. Çay zad yoxdur. Gedin başqa qapıya. Ama deyəsən qız qayıt vulkan hələ sönmür. Yaxşısı budur gedim özüm gətirim ha? Hadi geçsem ben. Kızlar, dünən birinə bir dənə təpik vurdum. Alnında düz 40 razmer yazıldı. Sən təpik də vura bilirsən. İşte çay. Aa Ceyvuş ki, mən görürəm sözümə. Biri sağdan gəldi, qoydum. Biri soldan yapmış, biri qabaqdan gəldi, Bruce Lee kimi. Obasını görüm kulağını şişlədim ha. Özüm ölüm. Köydə pişən kimi asırdılar. Özüm ölüm. Silirdim, namısın? Ha, onlar sizə heç əl vurmadılar. Deyirəm Messi mənim yanımda qərət edir. Biz sən necə silirdik Allah bunları? aşağı Messi'nin ahı tutar sən. Balacan görün kişi kimi, necə bölüm? Ökürdüm, bu mənə xoşuma gəldi. Uşaqlar, sizin bayaqdan danışdıqlarınız hamısı bala kişinin üzündə yazılır. Kızlar xəbəriniz var dünənlər. Var. Qəşəng çırpmısınız. Niyə səni söndürdü onu? Alo, Hacam. Bufetdə oturmuşuq çay içirik. Haradasan? Yaxşı, çıxanda görüşərik. Oldu, mən də öpürəm səni. Tombi, bugünkü çaylar mənlidir. Oba. Salam aleyküm. Kızlar. Dünən bilsəz ki, nə olub? Bilirik. Narahat olma, kızlar hamısını danışmışam. Kızlar bizlə fəxr eləyir. Hamının adından danışma. Xeyr ola, eniştəyin kimi sən də haminin adından danışsan. Dəxli yox idi. Yəni, eniştəyin kimi dəxli.
Zakir, birinci grup. Bəli. Pərviz, oğlum, yenə nəsə eləmişsiniz. Zakir müəllim sizi öz otağına çağırır. Haya, qalxoz! Müşkatörlər, qalxın ayağa. Siz də gəlin. Tez! Gedin. İndi göydə uçan fişəklərdən tutmuş Messinin top çiləməyinə kimi danışarsınız hamısını dekanın otağında. Ana kızım. Niye geldi bu qalqaşı yumur? Ha? Bəlkə ər evində sən gelip qalqaşı yuyacaqsan. Ana kızın dedim sana. Gülşen! Gülşen! Niye gelip qalqaşı yumursan? Ged öğren de hiç olmasa bir iki tane qalqaşı yumalı öğren. Gedib o ər evində bizim arxamızı söydürmə. Sən get hazırlaş, özüm görürəm. Fərrux, Gülşən yağlı qab görəndə ürəyi bulanır. Qoy getsin hazırlaşsın, mən özüm eləyərəm də. Qadın ağlı, toğ ağlı. Özünüz bilərsiniz. Qızım, biraz yaxşısan. Deyiləm ana. Nə də olmayacağım. Siz bu evdən məni yox, mənim leşimi çıxardırsınız. Qızım. Neyse. Mən başa düşən bir adam var görürəm ki. Mənim qrup yoldaşım Aydan mənim nişanlı olduğumu bilir. Onu çağıracağım öz xınama. Atan demədi. Atamın dediyi hər sözdə eləmişəm ana. Heç olmasa buna qarışmayın. Alo. Alo. Aydan, dərsdəsən? Hə, dərsdəyəm. Mən bugün dərsə gəlməyəcəm. Xınamdır. Yaxşı da. Sizin sevginiz lap başınıza vurub ki, nə tez? Belə alındı. Gör nə deyirəm, sən də gələrsən də. İstəyirəm ki, yanımda olasan. Gözləyəcəm. Hə, niyə bəs Alo. Gülşən. Qız heyecandan lap özünü itirib. İndi mən bu pula nə hədiyyə alacağım ki? Görəsən bizə kim satıb? Bilmirəm, amma dünəndən kimsə satqanlarla məşğuldur. İnan onu tutsam. Bıça bilirsiniz də kimlər eləyir. Bəli, arvadlar. Keçəyə! Donmuşam. Siz bura əlinizdə qələm tutmağa gəlmişsiniz ya bıçaq? Papa. Papa yox. Zakir müəllim. Əgər papana güvənib kiminsə balasına bıçaq çıxaracaqsansa, onda sənin papana ayıb olsun ki, sənə belə tərbiyə verib. Papa uşaqların yanında məndən belə danışır. Hələ az danışıram. Nə vaxta kimi belə yekəbaş olacaqsan, o vaxta kimi də hamının içində pərt olacaqsan. Müəllim,
Pərvizin bu söhbətdə heç bir günahı yoxdur. Bala kişini döyüblər. Siz banditsiniz. Cavab verin də mənə. Bir gedin güzgüdə özünüzə baxın. Küçə uşağından nə fərqiniz var sizin? Əgər 4 il bura avaralanmağa gəlmisinizsə, yadınızda saxlayın. Bu 4 ili sizin burnunuzdan mən gətirəcəyim. Pərviz, bir də səndən, sənin qrup yoldaşlarından belə bir şey eşitsən, İnanın, daha bir də bura çağırmayacağım. Çöl qapısından sizi içəri buraxmayacaqlar. Aydındır? Bəli. Bax belə. Neyirsin? Canın azır de! Həmişə sənə görə uşaq danlanır. Qoyunum bir qoyun, özünü bir adam kimi apar da. Üzrə! Gidebilirsiniz. Ay kız dayan. O nədir? Sən də bir şey bilməsin, ürəyin partlayar da. Ay sağ ol. Mənə çox yaxşı tanımısan. Nə qız bu nədir? Cehizli hədiyyə, nişanıza da gelirsən? Yemədik, götür. Deyəsən keyfin kökdür. Hə, çoxdan istirahət eləmirdim, dünən yaxşı istirahət eləmişəm. Tək dincəldin? Yox, tək deyildim. Bir də ki, mənə nə ye? Kimlə istə oyna dincəldə? Mənə nə sifət eləyirsən? Özün soruşdun da. Salam uşaqlar. Üç qaldı artısa məndə qalmışdı. Yaxşı. Bəlkə dərsimizə başlayaq. Bəlkə zəng vurulsun. Keç. Adam nə qədər danışır, insan evladı nə qədər danışır. Başım bir Belə uşaqlar, keçən dərsimiz... Giçbəsər, Hə? tülkü, canavar, İnci yaxşısan. bu qaləmin, zürafə. Ha, inci axşam zorbaqda olub, yəqin heyvanların təsirindən çıxa bilmir. Nə baxırsınızsə? Fikrimiz dərsdə olsun da. Hamın fikri dərsdə deyil, səndən başqa. Əliman mənə əsəbidir, bəlkə bir dənə dərs başlamamışdan qalıb bir dənə şeir partladasınız. Dərsimizi keçək, vaxt qalsa şeir deyərik, problem deyil. Yaxşı. Sən ancaq özünü qızlara göstər. İnci yaxşısan. İnci bugün yat planetlilərlə danışır. Siz ona fikir verməyin.
Müəllim, olar şəxsi bir sual verim? Olar. Ayıb olmaz da yəqin ki. Siz subaysınız? Hələ ki, hə. Vay yatonla ha. Elə bilirdim bir dənə mənim vaxtım gətirmirlər qızlarla. Belə gözəl olasan, simpatik oğlan olasan, hər gün şey deyəsən qızlara. Amma bir dənə sevgilin olmasın. Həsəd aparam da sizə. Batdıyam. Sevgilisi yox, sevgililəri. Canavarım. Vaxtı gələndə bu məsələ öz həllini tapacaq. Amma bu sualın cavabını bilmək sənə nə qazandıracaq? Peçat. Axır ki bu da cavabını aldı. Ürəyimdən tikan çıxdı. İnci, dərsdən sonra mən gözlə sənə işim var. Bugün ayın 10'udur. Hakışta. Zərxaradan donudur. Hakışta. Oğluma qurban olum. Hakışta. Bugün onun toyudur. Hakışta. Ay gülü Xonçadadır. Hakışta. Atları Yoncadadır. Hakışta. Qurban olum balama. Hakışta. Güzgüsü Xonçadadır. Hakışta. Bəh, bəh, bəh. Gəlin deyil, gözəllər gözəlidir. Belə qurban olaram balalarıma. Oğullu qızlı olsunlar, xoşbəxt olsunlar. Amin, amin. Amin. Qoşa qarısınlar. Amin. Amin. Sağ olun. Balalarınızdan görəsiniz. Çox sağ ol, çox sağ ol. Ay Eldar, Elşada dinən bura gəlsin. Qurban olaram balamın boyuna. Qurban olun boyuma, eller gəlsin toyuba. Can mənim balamsan. Get dur gəlinin yanında. Get. Ay qız, xına hanım. Get biz o xınanı gətir. Gəlin xınasını yaxacağıq. Ay sağ ol. Ay Elşad, ala nişanlığı əlinə, adı baş hərfin yaz. Özün itirib, balama qurban ol. Öz adımı yoxsa? Nə öz adı? Öz adımı. Yazdım. Sən də mənim adımı yaz. Öz adını yaz mənim əlimə. Niyə utanırsan, Sabah arvadım olacaqsan. Hə qızım, utanma, yaz. Gedək çay içək. İndi də gəlinimizin komplektin taxaq. Xalis brilyantdır. Ay sağ ol, ver bala görüm. Xoşbaxt ol mənim balam. İnci! Bayaq dərsdə kimə söz atırdın? Söz atmırdım, söz deyirdim. Sən qız kim məsləhətim ona çox inanma. Kimə salını verməyəcəksən də yəqin ki. Çünki kimdən danışdığımı bilirsən. Sən haber verirsən. Niyə bilmirəm ki? Eyni qrupdayıq, eyni şəhərdəyik. İnci, qurban olum, heç kim bilməsin, aramızda qalsın, yaxşı? Nədən qorxursan ki? Nə olar, mən başa düşməyə çalış.
Əgər kimsə bilsə, hər ikimiz üçün də pis olacaq. Bilirəm. Ona görə deyirəm ki, ona çox inanma. Bəlkə nəsə bildiyim bir şey var. Mənə demirsən. Yenə deyirəm, öz həyatında özün bilərsən. Amma o səni anladır. Başa düşdün? Mən inanmırsansa araşdıra bilərsən. Bravo, 10 dəqiqədən artıq olmasın. 10 dəqiqə. Ala pul verək, oynayırıq orada. Taran seçsin. Milan mənlikdir. Milan mənimdir, deyirəm. Real da mənlidir, so. Mən başladım getdim. Gəlin puldan oynayaq. Nə deyirsən? Ay, yox, Ölvi, nə pulu? Belə şeylərin axırı yaxşı qutarmır. Düzdür, dalay. Kiray pulumuz da yaxınlaşır. Pulumazdır mən. Yaxşı, panikaya düşmür. Bir şey fikirləşərik. Tamam, getdik. Uşaqlar, məncə... Səncə saxla. Mən deyirəm ki, udan evdə sultan olsun. Uduzanlar da onun əmrini yerinə yetirsin. Nə deyirsən? Yaman özünə çox güvənsən, ha. Birdən udan dedi ayağımı yuyub. Yumaq lazımdır, deyəcək. Yox, çox ağır edirsiniz, çox dərinə getmir. Mən razıyım. Mən də razı. Kim kişidirsə razılaşır. Ona mən gedirəm. Ala tıraqlağı. Yox, məzələnsiz oynamam. Ben oldu sənin üçün 2 vur 2 idi. Mən oynamam da məzələnsiz, həm qoca qoca. Nə olacaq? Oynayaq. Oynayaq. Sabahdan, udan, sabahdan 24 saat ərzində sultan olur. Kim nə deyir, onun əmrini yerinə yetir. Belə götürəm, hamı sultan oldu, onsuz da. Niyə? Subaylıq sultanlıqdır, ya da mənlikdir. Hops, getdik. Ne oldu? Heç nə. Qutarım da lan, ne oluyor bu 10 dəqiqə? Sən məndən qutar. Ver biraz, çox oynamışsın. Sən mən qutarım. Çox anladı sana, özümə. Qaldır. Roni getdi, Roni. Gol! O canavarım mənim. Ölü bey. Ronaldo ver, Ronaldo. Hə, Ronaldo. Gol! Sən çox sikişləmi? Arkadaş, bunu dəyişdirsən mən sana. Hadi ben bunu versən. Sənə bunu aparacam evə. Gol! Sevin de alır. Korkma, baba sevinme bire. Gol. Sevinsen de. Korkma. Bak bu da gol! Gol! Hops gitti. Baba Gel yaşa. Gel yaşa. Sen gel Mortal Kombat oyna. Sen ben dur. Gel. Ne oldu ya? Yavaş görün. Allah yıkmıştım ben ya. Gol! Gol! Gördün mü o çıktı? Tamam gitti. Gol! Oyuncusuna bak benim oyuncusuma bak. Ayağımdan köküşümden oğlum ben necə canavarım. Çox canavarım ya oğlum, çox canavar. Gələ. Arkadaşlar, indi deyin görüm sultanı kim sininde aparacaq? Cəld olun, tez. Yer rədd ol da. Hadi bir çək, gəl. Biraz da danışsan Ülvün çiynində meyit kimi gedəcəksən. Az danış, sultanlar heç vaxt olmuyor. Əvədə olaraq yaşayır. Gəl bir də oyna, udum səni. Bəsdir. Bugünlük bəsdir. Sultan gedir dincəlməyə. Vaxtım yoxdur. Nəysə, buranı bağlayarsınız, mən getdim. Nala şota biraz kömək öpürəm. Ama sen niye getdin uşaqları dekana satdın? Başa bilmədim mən. Ama neyniyim Qəsdən elədim ki biraz hakik qopsun da. Ata oğul qırsınlar bir-birinə. Hə. Sən də az bilmirsən ha. Belə baxanda düz eləmişsən. Zakirin ağlı var idi, bizi kəsib kursda saxlamazdı. Ay sağ ol. Biz də onun acığını oğlundan çıxmazdı. Pərviz. Gedək də ayıbdır. Mən onu tanıyıram səni. Bu bizdən 8-dədir.
Qurban oğlum, bağışla səni gözlətdim. Amma yenə də mənim gözümü açdığın üçün çox sağ ol. Mən sizə deməsəydim, özümü bağışlaya bilməzdim. Gülşən, bağışla da, dərsə görə gec gəldim. Amma hədiyyəm də çox bahalı bir şey deyil. Can, kövrəlmisən? Bax, məndə ağladasan, özümü saxlaya bilməyəcəm. Xınamda da xoş günündür, niyə ağlayırsan? Yaxşı. Ay kızım. Hoş gelmişsin. Hoş geldin. Aydansan sen. Bəli, siz də Xəlidə xalasınız. Hoş geldin. Çox sağ ol. Ay kızım, kurban olum sənə. Ağlamaqdan öldün sən laf. Aydan kızım, sən ona yaxınsan. Ona başa sal ki, o qədər sevməyib ərə gedib xoşbəxt olan var ki. Görəsən bu qız məni axşam-axşam niyə çağırır? Salam. Turan, gözümün içine düz bax. Mən həmişə sənin gözünün içinə baxmışam. Bu dəfə doğrudan bax, yalandan yox. Mənə oyun oynadığı, mənə niyə yaxınlaşdığı yaxşı bilirəm. İnci belə incidir. Mən onu başa sala bilmirəm heç. Ha, iş burada da imkan vermir də. Uzat gəl. Bir dənə çay. Hə, bu dəqiqə. Şəfa qızım, sən mənə bircə dəqiqəliyə kömək eləyə bilərsən? Əlbəttə gəl. Çox vaxt almayacağım. Qızım, sözdə adam oxşayırsan. Sakirəm mən. Açığı bilmirəm necə deyim. Sizin qadağanıza qarşı çıxan var. Hansı qadağama? Kimdir qarşı çıxan? Qrupumuzdakı bir tərbiyə müəllimimiz göz dikib. Nə danışırsan? Kim? Murad müəllim.